Salam dəyərli abituriyentlər və müəllimlər. Bugün maqnit sahəsinin enerjisi başlığından ətraflı yazılı cavab tələb olunan tapşırıqların izahına baxacaq. Videoya keçməzdən əvvəl videomu bəyənib kanalıma abunə olmağı unutmayın. Gəlin izahlara başlayaq. Bir nömrəli sualda bizə deyir ki, sarğıçıda cərəyan şiddəti 10 amperdən 8 amperə qədər azaldıqda maqnit sahəsinin enerjisi 18 joule azalır. Sarğacın induktivliyini hesablayın. Deməli, bizə cərəyan şiddətini verib, yazıram. I1 bərabərdir 10 amper və I2-ni də verib bizə 8 amper. Maqnit sahəsinin enerjisi 18 joule azalır. W2 bərabərdir, W1 çıxılsın 18. Yazıram, W bərabərdir 50 kvadratı bölünsün 2. Baxıram ki, maqnit sahəsinin enerjisi cərəyanın kvadratından düz asılıdır. Onda belə yazaram. W1-in W2 olan nisbəti bərabərdir I1-in I2 olan nisbətinin kvadratına. Buradan yerinə qoyaram hamısını. Deməli, W1 qalır yerində. W2-nin yerinə qoyuram. W1 çıx 18. Bərabərdir. I1-in yerinə 10, I2-nin yerinə 8. Bunda kvadratı. Bunu ixtisar aparsam, aparmasaq da elə 100 bölünsün 64 düşür. 100 bölünsün 64. Bunda əslində ixtisar aparmaq olar. 4-ə ixtisar aparaq. Burada düşsün 25, burada isə düşür 4, 16. İndi çarpaz vuraq. Çarpaz vursam 16W1 bərabərdir. 25W1 çıxılsın. 25-i 18-ə vurmalıyam. 25-i də 18-ə vuranda bizə verir 450. Deməli, buradan da edir 9W1 bərabərdir 450-yə. Onda buradan W1-i tapıram 50. Sonra da yerinə qoyuram. W1 bərabərdir I1 kvadratı bölünsün 2. Burada W1-in yerinə 50 bərabərdir. L vurulsun I1-in kvadratı 100 edir. Bölürəm 2. Buradan da 50 tapıram 1 Henry. Cavab olur 1. Gələk 2 nömrəli suala. İnduktivliyi 2 Henry olan sarğacdakı cərəyan şiddətini 3 dəfə artırdıqda sarğacın maqnit sahəsinin enerjisi 8 joule artmışdır. Sarğacdakı cərəyan şiddətinin başlanğıc qiymətini hesablayın. Deməli, cərəyan şiddətini 3 dəfə artırdıqda, deməli, I2 bərabərdir, olub 3-1. Maqnit sahəsinin enerjisi 8 joule artıb. Yəni, W2 bərabərdir, W1 üstə gəlsin 8-ə. Onda düsturu yazsam, W bərabərdir, 50 kvadratı bölünsün 2. Görürəm ki, W ilə kvadratik düz asıdır. Onda W1-in W2-yə bərabərdir, I1-in I2 olan nisbətinin kvadratı. Buradan deməli W1 qalır yerində. W2-nin yerinə W1 üstə gəl 8 qoyuram, bərabərdir. I1 qalır yerində. I2-nin də yerinə qoyuram 3-1. Bunun kvadratı. Bu I1-lər gedir. 3-də 1-in kvadratı 9-da 1 edir. Çarpaz da vursam 9W1 bərabər olar. W1 üstə gəlsin 8-ə. Buradan 8W1 bərabərdir 8-ə. Onda W1-i buradan tapıram 1 joule. Bunu tapandan sonra gətirib yerinə qoyacağım. W1 bərabərdir L I1 kvadratı bölünsün 2. Buradan 1 bərabərdir. İnduktivliyi də 2 verib 2 I1 kvadratı bölünsün 2'ye. Bunlar da gedir. Onda ilə I1'i də tapıram 1 amper. Cavab olur 1. Gələk 3 nömrəli suala. Sabit cərəyan mənbəyinə aktiv müqaməti nəzərə alınmayan sarğac qoşulmuşdur. Sarğacın maqnit sahəsinin enerjisini hesablayın. Baxın, induktivlik var. Bir dənə cərəyan şiddətini tapmalıyam. Onu da I bərabərdir. Epsilon bölünsün R plus R'dən tapıram. Deməli, burada epsilon 8-dir. R plus R'də 3-ün üstə 1 gəlirəm 4'dür. Bu elədi 2. Sonra da yazıram W bərabərdir 50 kvadratı bölünsün 2. Bərabərdir. İnduktivlik 0,2 I kvadratım 4 bölürəm 2'ye. Bu da mənə verir 0,4 joule. Yəni 3'də cavab olur 0,4 joule. Gələk 4 nömrəli suala. İnduktivliyi 0,6 Henry olan sarğacdakı cərəyan şiddəti 2 amperdir. 0,3 saniyə ərzində sarğacın maqnit sahəsinin enerjisi 4 dəfə artarsa, bu müddətdə sarğacda yaranan öz-özünə induksiya elektrik hərəkət qüvvəsini hesablayın. Mən bunu necə tapacağım uşaqlar? Baxın, birinci maqnit sahəsinin enerjisini tapaq birinci hal üçün. W1 bərabərdir 50 kvadratı bölünsün 2-dən. Deməli, 0,6 vurulsun. I-nin kvadratı 4 bölünsün 2. Buradan bunu tapdım mı? 1,2. İndi qulaq asın. Deyir ki, maqnit sahəsinin enerjisi 4 dəfə artdı. W1 4 dəfə artırsa, cərəyan şiddəti də 4 dəfə artmalıdır. Çünki düz asılıdır. Belə də baxa bilərik və yaxud 4 dəfə artırıb belə yazaram.
W2 bərabərdir. 1 onda 2 idi. 4 dəfə artıbsa 4-ə vuraram. Bu edər 4. Onda 8. Sonra bu 4 dəfə artan hal üçün cərəyan şiddətini taparam. W2 bərabərdir. L I2 kvadratı bölünsün 2-dən. Deməli, buradan da 4 onda 8 bərabərdir. 0,6 I2 kvadratı bölünsün 2. Buradan da bu 0 onda 3 düşür. Onda I2 kvadratım belə yazaq. Deməli, I2 kvadratım bərabər olur. 48-i də 3-ə bölsəm 16-ya. Onda I2-ni buradan tapıram 4. Tapandan sonra gətirib induksiya elektrik hərəkət qüvvəsini tapa bilərəm. Epsilon bərabərdir L, delta I bölünsün delta T. Deməli, L'im 0,6-dır. Vurulsun. Delta-yı da I2 çıx I1-dir. I2'm 4-dür, birimi də 2 verib. 4-dən 2 çıxıram, 2 qalır. Bölürəm zamanım 3-ə. 0,3-ə. Deməli, 0,3-ə böləndə də bax, bununla bu gedir, 2 düşür. 2-ni də 2-yə vururam, mənə verir 4 volt. Cavab olur 4 volt. Gələk 5 nömrəli suala. İnduktivliyi 3 millihenri, aktiv müqaməti 0,7 ohm olan sarğacın elektrisi 3,2 voltdur. Daxili müqaməti 0,1 ohm olan cərəyan mənbəyinə qoşulmuşdur. Sarğacın maqnit enerjisi. Birinci növbədə mən buradan tapacağım cərəyan şiddətini. I bərabərdir. Epsilon bölünsün R plus R. Epsilon 3,2. R plus R'im də biri 0,7, biri 0,1. Toplayıram 0,8. Bu mənə verir 4. Daha sonra yazıram W bərabərdir. L I kvadratı bölünsün 2. O da bərabərdir. 3 millihenri yazıram buradan. 3 vurulsun 10 üstü mənfi 3. Cərəyan şiddətim 4'dür, kvadrat 16 bölünsün 2. Buradan da ixtisarlarımı yaparsam 8. 8'də 3'ə vuranda 24 vur 10 üstü mənfi 3 joule edir. Və yaxud bunda millijoule da yaza bilərəm. 24 millijoule. Cavab olur 24 millijoule. Gələk 6 nömrəli suala. İnduktivliyi 7 millihenri və aktiv müqaməti 0,8 ohm olan sarğac ehiqısı 1,8 volt, daxili müqaməti 0,1 ohm olan sabit cərəyan mənbəyinə qoşulmuşdur. Sarğacın maqnit enerjisi. Yenə ehiqi var, daxili xarici müqamət var, cərəyan şiddətini tapıram. Epsilon bölünsün R plus R-ə görə. Deməli, epsilonumuz 1,8, R'miz də 0,8 ilə 0,1-dir. Toplayıram 0,9. Bu da mənə verir 2. Daha sonra yazıram W bərabərdir I kvadratı bölünsün 2. İnduktivlik 7, I kvadratım 4 bölünsün 2. Bu da mənə verir 14 millijoule. Cavab olur 14 millijoule. 7 nömrəli sual. İnduktivliyi 2 millihenri, aktiv müqaməti 0,7 ohm olan sarğac daxili müqaməti 0,1 ohm olan sabit cərəyan mənbəyini qoşub sarğacdakı maqnit enerjisi 9 millijoule olarsa mənbəyin ehiqısı. Deməli, induktivlik var, maqnit enerjisi varsa cərəyan şiddətini taparam. L kvadratı bölünsün 2-dən. İni tapanda kökün altında 2W bölünsün L-edir. Yerinə qoyuram. 2 vurulsun. W enerjim 9'dur. Bölürəm, induktivlik də 2'dir. 9'dan da çıxır 3. Bunu tapandan sonra ehiqini tapıram. Düstur belə idi. I bərabərdir. Epsilon bölünsün R plus R. Buradan da ehiqini tapanda I vurulsun R plus R-edir. İndi yerinə qoyaq. I 3'dür. R plus R-də 0,7 üstə 0,1 gəlirəm 0,8. Bu da verir 2,4 volt. Yəni cavab olur 2,4 volta bərabər. 8 nömrəli sual. Sarğaca maqnit nüfuzu 1500 olan ferromaqnitlik daxil etdikdə maqnit enerjisini joule hesablayın. Deməli, birinci cərəyan şiddətini taparam. I bərabər U bölünsün R-ə görə. Deməli, 10'u bölərəm 5'ə 2 taparam. İndi induktivlik də lazımdır. Onu da buradan tapacağım. Mü bərabər deyil bölünsün E0. Buradan mü'nün yerinə 1500 qoyuram. Bərabərdir. L bölünsün E0'ı da verib 2. Buradan onda L'yi tapanda mənə nə qədər verir? Özü bu da millihenridir. Bunu da 2 vur 10 üstü mənfi 3 yazmalıyım. Çevirib. Onu da vursam, deməli 1500'ü 2'yə vuraram. Mənə verər 30.000. Vurulsun 10 üstü mənfi 3. Bu 10 üstü mənfi 3 deyə bu 3 sıfır aparar 30 alaram. Sonra da gətirib yerinə qoyacağım. W bərabərdir. L kvadratı bölünsün 2. O da bərabərdir. 30 vurulsun 4 bölünsün 2. Bu da mənə verir 60 volt. 60 joule. Hər şeylər burada 0'ın birində artıqlı olub. İçini 15.000'ə 1500'ə vuranda 3000 edir.
Onu da vuranda 3 edir. Aha, burada düzəldək. Cavab edir 6 joule. Cavab etdi 6 joule. 9 nömrəli sual. Ferromaqnetik sarğaca daxil edilir. Sarğacda maqnit sahəsinin enerjisi və maqnit sahəsinin dəyişmə səbəbi nədir? Ferromaqnetiyi daxil edəndə mü bərabər deyil bölünsün sıfıra görə mü artır deyə sarğacın induktivliyi dəyişir. İnduktivlik dəyişdiyi üçün fi bərabər deyili düsturuna görə i dəyişmir, sabitdir. Çünki gərginliklə müqavimət sabitdir. İnduktivlik artdığı üçün maqnit seli artır. Dəyişməsinin səbəbi budur. W də bərabərdir. Yenə L kvadratı böl 2 yazsam, i dəyişmir. İnduktivliyi artdığı üçün maqnit sahəsinin enerjisi də artır. Yəni bunların dəyişməyinin səbəbi induktivliyin dəyişməsidir. 10 nömrəli sual. Birinci və üçüncü sarğacdakı maqnit sellər və maqnit sahələrinin enerjiləri arasında hansı münasibət doğrudur? Birinci sarğacın müqaviməti R-dir. Üçüncü sarğacın isə müqaviməti. Üçüncünkü isə, bax bu ikisini ölçür. Bu da paralel birləşib tapaq. R1, R2 bölünsün R1 plus R2 ilə. Bu da bizə nə qədər verir? 2R kvadratı bölünsün 3R. Bunu da ixtisar aparsam 2R bölünsün 3 alaram. İndi bizə deyir ki, maqnit sahələrinin enerjilərini müqayisə et. W bərabərdir L kvadratı bölünsün 2-dir. İndi də buradan U bölü R ilə açıb kvadratı yüksəltsəm, L U kvadratı bölünsün 2R kvadrat edir. Burada da enerji müqavimətin kvadratından tərs kvadratikasıdır. Onu da yazaram. W1 bölünsün W3 bərabərdir. R3 bölünsün R1-in xaricdən kvadratı. Deməli, R3 2R bölünsün 3'dür. Vurulsun. R1 də sadəcə R'dir. Bunun kvadratı. Bunlar gedir. Bu edir 9'da 4. Onda W3 bərabərdir 2 tam %25 W1'ə. İşte tapdıq. Enerjiləri tapdım. Bir dənə qaldı maqnit selləri. Maqnit sellərini də tapaq. Deməli, fi bərabər L-idir. Buradan da İğne açaram U bölünsün R-lə. Görürəm ki, filər R-lə tərs asılıdır. Onu da yazaram. Fi 1'in fi 3 olan nisbəti bərabərdir. R3'ün R1 olan nisbətinə. R3'ü tapdıq ki, 2R bölünsün 3'dür. Vurulsun R1'im də R-dir. Bu R-ləri ixtisar aparsam, onda fi 3 də bərabərdir. 1,5 fi 1'ə. İkisini də tapdıq. Deməli, W3 bərabərdir 2 tam %25 W1'ə. Fi 3 də bərabərdir 1,5 fi 1'ə. Gələk 11 nömrəli suala. İkinci və üçüncü sarğaclardan axan cəryan şiddətləri və onlardakı maqnit sahələrinin enerjiləri arasında hansı münasibət doğrudur? Baxaq. İkincinin müqaviməti 2R'dir. Üçüncünün müqaviməti isə R3 isə paralel birləşmədir. Yenə bu ikisinin müqavimətini tapsam, yazaram R1, R2 ilə R vurulsun 2R, bölünsün R üstə gəlsin 2R. Bu da edir, deməli, 2R bölünsün 3. İndi birinci cərəyan şiddətini müqayisə etsəm, I bərabər U bölü R yazaram. Müqavimətlə tərs asılıdır. 2-nin 3'ə bərabərdir R3'ün R2 olan nisbəti. Aha, deməli, R3'üm 2R bölünsün 3'dür. R2'm də 2R'dir. Bunlar gedir 3'də 1 düşür. Çarpaz da vursam, I3 bərabərdir 3 I2'yə. Cərəyan şiddətlərini tapdım. Sonra enerjilərdə W bərabərdir ilə L kvadratı böl 2-dən cərəyan şiddətindən müqayisə apara bilərəm. Buradan nisbət qursam, W2-nin W3'ə bərabərdir I2-nin I3 olan nisbətinin kvadratına. O da bərabərdir. I2 qalır yerində. I3'ün yerinə qoyuram 3I2, bunun kvadratı. Bunlar gedir 9'da 1 edir. Çarpaz da vuranda W3 bərabərdir 9W2 alaram. Bu şəkildə. Gələk 12 nömrəli suala. Birinci sarğacdakı maqnit sahəsinin enerjisi 18 millijoldur. İkinci və üçüncü sarğaclardakı maqnit sahəsinin enerjisi. Deməli, W1 var. 18'dir. Buna uyğun, birinciyə uyğun müqavimət nə qədərdir? Bax, burada ümumi, onu da tapaq, R1'i. R1, R2 bölünsün R1 plus R2 nə yazsam, 2R kvadratı bölünsün 3R edir. Bunu da ixtisar aparsam, 2R bölünsün 3 düşür. İndi bir müqayisə edib tapmalıyam. Birinci 1-lə 3'ü müqayisə edək, yazıram. Bunu necə müqayisə edəcəm? Deməli, W bərabərdir L kvadratı bölünsün 2'dir. İni də buradan açanda L vurulsun kvadratı bölünsün 2R kvadratı olur. Yəni, maqnit sahəsinin enerjisi müqavimətin kvadratından tərs asılıdır. Onda birinci W1'in W2 olan nisbəti bərabərdir
R2'nin R1 olan nisbətinin kvadratına. İndi W1 var 18 bölünsün W2 bərabərdir. R2 nə qədərdir? İkincinin müqaməti 2R bölünsün R1-də 2R bölünsün 3'dür. 3 sürətə 2R məxrəcə. Bunun kvadratı. 2R'lər gedir 3'ün kvadratı 9 edir. Buradan da W2'ni tapıram 2. Deməli ikincinin magistral enerjisi 2 oldu. İndi digərini tapaq. 3'ü də tapaq. Deməli 3'də də yenə nisbət yazaram. Deməli W1'in W3 olan nisbəti bərabərdir. R3'ün R1 olan nisbətinin kvadratına. W1 var 18'dir. W3 yoxdur. Bərabərdir. R3 var R'dir. Götürərəm R. R1'im də 2R bölünsün 3'dür. 3 sürətə 2R məxrəcə. R'lər gedir bunun kvadratı. 9'da 4 edir. Onda W3'ü də tapanda buradan. Deməli W3 bərabərdir. 4'ü 18'ə vurub 9'a bölürəm. 9 nə ixtisarpanda 2, 8 düşür. W3'də 8 millijola bərabər olur. 13 nömrəli sual. İkinci sarğasından axan cəryan şiddəti 2 amperdir. Birinci və üçüncü sarğaslardakı magistral enerjiləri arasında hansı münasibət doğrudur? Deməli, ikinci sarğasından axan cəryan şiddətini 2 amper veribsə, yazıram. I2 bərabərdir 2 amperə. Və R2 də var. 2 R'dir. Sonra R1'im də var R'dir. Gəlin birinci I1'i tapaq. I bərabərdir U bölü R-ə görə tərs asıdır. I1'in I2 olan nisbəti bərabərdir R2'nin R1'ə nisbətinə. I1 yoxdur. I2'nin yerinə 2 qoyuram. Bərabərdir. R2'm 2R, R1'im də R. Bunlar gedir. Onda I1'i də buradan tapıram 4 amper. Mənə də deyir magistrallərin enerjiləri arasında hansı münasibət doğrudur. Baxın, I1'i tapdım. I2 də var. Birinci ilə üçüncü arasındakını istəyir. Birincidəki cəryan şiddətini tapdım. Üçüncüdəkini də tapaq, sonra müqayisə edək. Deməli, belə yazacağım. R3 bərabərdir. Üçüncü, bax, bu ikisinin müqamətini ölçür. Yəni, R vurulsun 2R, bölünsün R üstə gəlsin 2R. Bu da edir 2R bölünsün 3. Bundan da cəryan şiddətinə ehtiyac yoxdur. Çünki W bərabər deyil kvadratı bölü 2 yazsam. İni də buradan atsam L vurulsun U kvadratı bölünsün 2R kvadratından. Elə magistral enerjisi müqamətin kvadratından tərs asıdır. Onda belə yazacağım ki, W2'nin, W1'in daha doğrusu W3 olan nisbəti bərabərdir. R3'ün R1 olan nisbətinin kvadratına. Burada da ki, R3'ü tapdıq 2R bölünsün 3'dür. Vururam R1'imdəki R'dir. Bunun kvadratına. Bunlar da gedir 9'da 4 edir. Çarpaz da vuranda W3 bərabər olur 2 tam %25 W1'ə. Şu cavab olur bu. Yəni düzdür, burada cəryan şiddətini verib, amma cəryan şiddətindən gedəndə çox uzun alınır. Yəni gərək mən indi burada müqavimət tapandan sonra bir də cəryan şiddətindən müqavimətin nisbət yazardım. Oradan I2 tapardım, sonra gətirib cəryan şiddətindən enerjiləri müqayisə edərdim. Yəni onda biraz uzun gedir. Mən müqavimətlə getmək daha rahatdır. Yəni bu yola da ehtiyac yoxdur. Sonra gələk 14 nömrəli suala. K çarını açdıqda sarğaçlardakı magistral və magistrallərin enerjisi necə dəyişər? Hər bir sarğaçda baxacağım. Deməli, K çarı birinci halda bağlıdır. K çarı bağlı olanda, baxaq görək dövrədə ümumi müqavimət nə qədərdir? R ümumi bərabərdir. Eynidir müqavimətləri sayına bölürəm. 2R bölürəm 2-yə. Tapıram ki, dövrədə ümumi müqavimət R-dir. Onda dövriyə gələn ümumi cəryan U bölünsün R qədər olub. Yəni, bu sarğaçdan birinci halda U bölü R qədər cəryan gəlib. U bölü R qədər cəryan gəlib və buradan 2 hissəyə ayrılıb. Yəni, U bölünsün 2R bura gəlib, U bölünsün 2R buradan keçib. Buradan da toplanıb U bölü R qədər cəryan keçib. İndi açarı açdıqda yuxarıdan cəryan keçmir. Yuxarıdan cəryan keçmirsə dövrədə R ümumi bizədən 2R qalır. Onda cəryan şiddətim I bərabər olur U bölünsün 2R. Onda belə çıxır ki, ikinci halda burada gələn cəryan U bölünsün 2R'dir. Onda burada baxıram ki, cəryan şiddətim nə oldu? 2 dəfə azaldı. Cəryan şiddətim 2 dəfə azalırsa, maqnitselim fi bərabərdir 50 düsturuna görə cəryan şiddətindən düz asıdır. Bu o deməkdir ki, fi birim azalır.
Bunu tapdım. Gəlirəm indi bura. U bölünsün 2R. Bir dənə buradan keçir. Çünki yuxarıdan dedi ikinci hissədə cərəyan keçmir. U bölü 2R qədəri gəlir bura. Onda belə baxıram ki, bayaq da U bölü 2R qədər keçmişdi L2-dən, indi də. Bu deməkdir ki, F2 dəyişmir. Konstant. Sonra gəlir buradan U bölü 2R'in hamısı buradan keçir. F3 də artır. Çünki U bölü R idi. Sonra oldu U bölünsün 2R. Yox, azalır. F3 də azalır. F2 dəyişmir. F3 də azalır. F1 ilə F3 azaldı. Maqnit sahəsinin enerjisi də maqnit selindən düz asılı deyə F bölünsün. Daha doğrusu F kvadrat bölünsün 2 ilə görə. W1 və W3 azalar, W2 də dəyişməz. Bu şəkildə tapırıq. Gəlirəm növbəti suala. Bunların da uşaqlar onu da deyim ki, hər biri filər hər biri 2 dəfə azalır. Çünki cərəyan şiddəti 2 dəfə azalır. Maqnit sahələrinin enerjisi hər biri 4 dəfə azalır. Çünki F kvadrat bölünsün 2L-dir. Yəni F 2 dəfə azalırsa başında kvadrat var. Onların hər biri 4 dəfə azalır. 15 nömrəli sual. K açarını qapadıqda sarğaçlardakı maqnitin hisseli və maqnit sahələrinin enerjiləri. Deməli, K açarı birinci halda açıqdır. Açıq olan halda buradan cərəyan keçmir. Onda R ümumim sadəcə olur 2R. Onda belə çıxır ki, ana qoldan U bölünsün 2R qədər cərəyan gəlir. Birinci halda. Gəlir, elə buradan da U bölünsün 2R qədər cərəyan keçir. U bölü 2R. Sonra da buradan da yenə U bölünsün 2R qədər cərəyan keçir. Daha sonra açarı bağlayanda 2R'lər paralel birləşir. R ümumini tapanda olur R. Onda I bərabər olur U bölü R. Yəni belə çıxır ki, ikinci halda ana qoldan U bölü R qədər cərəyan gəlir. Gəlir, onda bu iki hissəyə ayrılır. U bölünsün 2R yuxarı, U bölünsün 2R aşağı düşür. Burada da toplanır, buradan U bölünsün R qədər cərəyan keçir. Deməli onda, baxıram ki, birincidə U bölü 2R idi, sonra oldu U bölü R. Axırıncıda da eyni şəkildə. Cərəyan şiddəti I1 və I3-də 2 dəfə artdı. Onda F bərabərdir L düsturuna görə maqnit sel cərəyan şiddətindən düz asılı deyə F1 və F3 2 dəfə artır. F2 isə dəyişmir. Çünki əvvəlcə də U bölü 2R qədər keçirdi, indi də. F2 konstant. W bərabərdir F kvadrat və yaxud da L kvadrat da yaza bilərik. Bölünsün 2-yə görə. Cərəyan şiddəti 1 ilə 3-də 2 dəfə artdı. Başında kvadrat var. Deməli, W1 və W3 4 dəfə artar. W2-də isə dəyişməz. Konstant qalar. Sonra keçək növbəti suala. 16. L1 sarğacındakı maqnit sahəsinin enerjisi 8 millicjouldur. L2 və L3 sarğacındakı maqnit sahələrinin enerjilərini hesablayın. Baxaq, W1-i verib 8. Birincidəki müqavimət nə qədərdir? Bu ikisi paralel birləşib. Bunların ümumi müqavimətini götürürəm. R qədər olur. Çünki paraleldirlər. Birinin müqavimətini sayına bölürəm. Eynidir deyə. İndi birinci mənə deyir 2 ilə 3-ü müqayisə et. L2-min müqaviməti nə qədərdir? 2R. Yazaq. W bərabərdir. L kvadratı bölünsün 2. Buradan da inatsanda U kvadratı bölünsün 2R kvadratına görə müqavimətlə tərs kvadratikasıdır. Yazaram. Deməli, W1-in W2 olan nisbəti bərabərdir. R2-nin R1 olan nisbətinin kvadratına. W1 8. W2 yoxdur. Bərabərdir. R2 2R, R1'im də R. Bunun kvadratı. Bunlar da gedir 4 düşür. Onda W2'ni buradan tapıram 2 millijoule. Sonra da W3'ü də tapaq. Deməli, W3'də də ümumi müqavimət R qədərdir. W1-in W2 olan nisbəti bərabərdir. W3'ə daha doğrusu R3'ün R1 olan nisbətinin kvadratına. 8 bölünsün W3 bərabərdir. R3'üm də R'dir. R1'im də R'dir. Bunun kvadratı. O da 1 düşür. Onda belə çıxır ki, W3 ilə 8'ə bərabərdir. W2 2 millijoule. W3 də 8 millijoule olur. 17. K açarı qapalı olduqda L1 sarğacındakı maqnit sahəsinin enerjisi 8 millijouldur. K açarını açdıqda L1, L2 və L3 sarğaclarındakı maqnit sahələrinin enerjilərini hesablayın. K açarı qapalı olanda dövrənin ümumi müqaviməti R qədər olur. Paraleldirlər, bölürəm 2-yə. Və mənə verdiyi W1'dir ki, bunun enerjisi 8'dir.
İndi mənə deyir ki, buradan tapaq. Gəlin tapaq. Birinci L1, L2 ve L3 sarğaclarındakı. İndi kartanı açanda buradan müqavimət keçmir. Dövrədə yalnız bir dənə müqavimət olur. Yəni R3-ün müqavimətinə deyirəm 2R olur. Uşaqlar fikir verirsinizsə, L1-in də açanda müqavimət 2R olur. L2-nin də müqavimət 2R olur. L3-ün də ölçdüyü müqavimət 2R olur. Yəni hər üçünün müqavimətləri eyni alınıbsa, onda hər üçünün enerjiləri də eyni olacaqdır. Onunla mən bunların enerjilərini gəlin nisbətlə tapaq. Birindən nisbət quracağım. W1 bölünsün W2 bərabərdir. R2 bölünsün R1-in xaricdən kvadratına. Buradan W1 8'dir, W2 yoxdur, bərabərdir. R2 dedik 2R'dir, R1'im də R'dir, bunun kvadratı. Bu da 4 edir, onda W2'ni tapdım 2. W2 2'dirsə, 2R müqavimətində enerji 2'dirsə, hər üçündə də 2R müqavimət olduğu üçün, onda belə çıxır ki, W1 bərabərdir W2'yə, o da bərabərdir W3'ə, o da 2'yə. W1 bunun əvvəlki enerjidir. Kaçandan sonra W1'in də, yəni müqaviməti 2-yə bərabər olur. Ona görə üçün də enerjisi bərabərdir, 2-yə bərabərdir. Niyə tərs aslı götürdüm? Çünki W bərabər deyil, kvadratı bölünsün 2'dir. İni də buradan açanda o kvadratı bölünsün 2R kvadrat olur. Yəni müqavimətlə tərs kvadratikası olur ona görə. Bu şəkildə.